Çox hörmətli və dəyərli Azərbaycan xalqı, şəhid valideynləri, qazilərimiz, millətim və xalqım, sizləri bu özəl, gözəl cümə günündə, Ramazan ətirli, Novruz ətirli cümə günündə hər birinizi ürəkdən, səmimi qəlbdən təbrik edirəm. Sizlərin hər birinə həyatda ən gözəl, ən dəyərli, ən qiymətli nemət olan can sağlığı arzu edirəm. Amin. Ömrünüz uzun olsun, canınız sağ olsun, gününüz xoş olsun, keyfiniz də həmişə saz kimi saz olsun inşallah. Uca Allahım sizləri həmişə imanlı, ibadətli və hidayətli eləsin. Amin, amin. İnşallah dilinizdən Allahın xoş kəlamları, könlünüzdən sevgi, məhəbbət, ağlınızdan haqq ədalət, canınızdan da can sağlığı heç zaman əksik olmasın. 101 yaşayasınız, sağlam yaşayasınız, həmişə sevdiklərinizlə bir yerdə yaşayasınız. Birər-birər o gözəl evlatların, şirin, şəkər, noğul nəvələrin toyunu görəsiniz. Amin, amin. Səndən biri. İnsan xəlq olanda yüzə yetirə, bu dünyada intizarı çəkməyə. Yühlüyə karvanı, quşquzar ilə sarvan olur, qəm qatarı çəkməyə. Yaşaya dünyada xoş əhval ilə, evlatla, devlətlə, var ilə, qəsəbə qaymağı, yağı, bal ilə xəstə olur, qəm qusarı çəkməyə. Allah sizləri var eləsin, bayramınız bir daha mübarək olsun. Amin, amin. Xeyirli oruç şəhəri gəlsin. Hamımız da içində.